Üçüncü günün adı nədir? Çarşamba axşamı. Biz çərşənbə günündə üçüncü gün hansı məşğələni keçirik? Bədii təfəkkürün inkişafı məşğələsi. Uşaqlar, biz bədii təfəkkürdə nə öyrənirik? Şeir öyrənirik, nağıl öyrənirik, tapmaca, atalar sözü, təmsil, hekayə. Bugün bizim bədii təfəkkürün məşğələsində sizinlə cığal sərçə nağılını öyrənəcəyik. Cığal sərçə nağılı. Gəlin görək bu sərçə nə edir ki, ona cığal sərçə deyilir. Diqqətlə qulaq asın uşaqlar. Mən sizə danışım nağılı, sonra sizinlə soru-sual edəcəm. Biri var idi, biri yox idi. Cikcik xanım adında bir cığal sərçə var idi. Bir gün bu Cikcik xanım qara tikan çəpərinin üstünə qonub tikandan tikana atılırdı. Uşaqlar, sərçənin adı nə idi? Cikcik xanım. Qarı nənə bu həyətdə təndir qalamışdı. Birdən Cikcik xanımın ayağına bir tikan batdı. Başladı ağlamağa. Qarı tikanı sərçənin ayağından çıxarıb atdı təndirə. Az keçmiş, Cikcik xanım bir o yana, bir bu yana uçub dedi. Qarı nənə, mənim tikanımı qaytar özümə. Hardan alım? Atdım təndirə, yandı.